İndi bir Donbaslı var, hansı ki gedib vuruşub orada. O taxtabaşlardan biridir. Gedib vuruşub orada. İndi görün artıq gerçəyi başlayıb danışmağa və nə deyir Donbas qəhrəmanı. Молодежь всю гнобили на войне. Вот сейчас пацанов с госпиталя на костылях посылают на фронт, там воюйте. А нам это надо. Смотри, 70% шахт затоплено наших. Затопили шахты, чтобы нас воевать отправить. 82 предприятия из Донецка, с Луганска вывезено, к вам вывезено. И куда они делись? Разворовали ли там Топаз, там такие предприятия, знаешь, классные, крупные там. У нас и вагоны делали, и там что-то так они делали. Нету сейчас, вот послушай, ничего этого нет, куда это все делось? И вот скажи, нам это ваша Россия вонючая, вот понимаешь, вот у вас все воруют, вы сами в нищете живете в своей богатой стране. И вот мы сейчас Донецкие, мы сейчас живем, людей стреляли, воевать некому, блядь. Ваши проезжают, можно сказать, их на мясо отправляют, никому не нужны. Офицеры продают бабки, на бабках наживаются, на деньгах там, знаешь, не дают родственников по 15 лямов, а между собой делят. В общие могилы закапывают и все. Ну ты ж в курсе, да, братан? Eşidirsiniz? Я с тобой полностью согласен. Və bu da razıdır, onunla danışan da razıdır. Vəssalam, bunlar əllərini qaldırdılar. Birazdan ayaqlarını da qaldıracaqlar. Bu Rustur danışan, Donbasdakı Rustur. Deyir, sizin ifunətli Rusiyanı biz neynirdik? Hə? Öz elə deyir, Vanyuchi, ifunətli. Gəlib neynədüz deyir. Cavanlar hamısı öldü. Oradan bırakıb, mən bir deyirdim, kriminallar axışıb gəlib. Deyir, siz Rusiyanın özünüz nəcisin içində yaşayırsınız deyir. Dünyanın ən varlı ölkəsinin nəcisin içində yaşayır. Gəlib biz buranı da nəcis elədiniz deyir. Biz burada varlı yaşayırdıq, gözəl yaşayırdıq. Sizin deyir, buradan gələndə indi bir adam qalmayıb da, Donbas hamısını öldürmüşsünüz. İndi oradan gətirirsiniz, burada aparırsınız orada. Hamısını deyir, meyit deyir, ora ölümə göndərirsiniz deyir. O piyanskaları, alkaşları filanları göndərirsiniz deyir orada. Özün də deyir, bilirsən də buna deyir. Bunlar hərbiçidirlər ikisi də. Bunlar ikisi də hərbiçi, vuruşublar orada. O birisi də vuruşub orada, o Donbaslı. O deyir ki, özün bilirsən də o ölümə göndərdikləri var, sizinkilər, yəni Rusiyadan gələnlər deyir. Onları deyir, atırlar burada deyir, çalaların içinə, deyir, quyuların içinə bastırırlar. Bastırmırlar, atırlar it kimi atırlar. İtdən də pisə, it yəni bastırırlar, atırlar oraya deyir. Pulu da özləri, bir zabitləri öz aralarında bölürlər. Ruskaya armiya. Дух русский. Да? Непобедимая. Такая, победоносная, красноармейская. Adam mən əskərdə onda da bildim ki, lanası boş şeylərdir. Ancaq taxtabaş gəldi. Kamran, getdim orada raket gördüm. Sən deyirsən Rusun işim, görürsən nəyi var Rusların belə şeylər. Deyirəm, sən kim olsan, sən kim olsan? Köhnə şeydir, ondan neyinəcəyi bir dənə getdi hansısa bina. Bu mən danışıram 87-ci ildən. Getdi dəydi hansısa binaya deyirəm, neyinəcəyi ondan ki? Neyinəcəyi o raketin? Görürsən də İran raketi var, atdı oraya bir dənə yeri dəydi və səndə başına töküb, eksaliti pis gündə, hər şey göz önündədir. Uzaq başı yerdə bir dənə bina vurarsan da. Rusdan çox kimi raketi vardı? Doğrudur raketi. Sarmaqdan düşmüş İskəndər hər şey var. Heç nə eləyənmir ki. O, əskərdəki o, çıxmaq da başa düşməz onu, əlbəttə ki. Çalıyıq moral napuşin, onu başlamağı da mənası yoxdur. Amma indi özləri başa düşüblər. Hani bər raket? Görün, haldadılar. İfunət, rəzalət, zabitlər, yəni Türk ordusundakı bir subay, oğlum, komutanım, baş üstündə vatan. Ne güzel bir ənənə var. Ha burada твою мать. Вниз. Və aparır it kimi atırır ora. Oradan gələn pulu da zabi axşam da tökürlər, arağı içirlər və sınıflarda. Budur da. Bəs mən nə deyirdim? Budur. Başqa bir şey yoxdur. Bu ənənədir. Bu 1000 ilin ənənəsi deyil. Bu cəmisi 150 ilin ənənəsidir. Çünki bunların 1000 yaşı yoxdur. Və onu da deyim ki, Sovetlərə qədər onların ordusunda, bəli, orada bilirsiniz, belə də Çerkezka geyinən filan, Kazaklar vardı, atlı Kazaklar vardı.
Ofitserskaya çeşit olar. Biri Lermontovdur, bilmirəm, biri Manhensteimdir, biri o Barclay de Tolley'dir. Bunlar hamısı Avropadan gəlmiş belə zabit formasında Rusiyaya qulluq edirdilər. Yekaterina Rus idi, yox. Yelizaveta Rus idi, yox. Pyotr Rus idi, yox. Ivan Grozny Rus idi, yox. Yəni bir imperiya yaratmışlar Rus adından. Amma onların özlərinin ənənəsi və özlərinin şərəfi vardı deyənə, o doğrudan da zabitlərin şərəfi vardı. Çeşit yeməyə falan, duelə çağırardılar bir-birlərini. Orada bilməm qızlar qadın üzünün uğrunda, bilməm şərəf uğrunda falan. O çoxdan qutarıb, bunlar gada-güdadılar. Onların hamısı deyil, Fransadadılar, bilməm harada. O dağıldı, çıxdı, getdi, yoxdular. Fransadan gəlmişlər, Fransada qayıtdılar. Vəssalam. Düz Rus adı ilə qayıtdılar, amma sonra da fransızlaşırdılar. Patricia Kasması orada olurlar orada. Marina Vladi falan. Hə? Bu belədir. İndiki bunlar, ifunətlilər, əskər əlində, o avtomat olan əskərin avtomatını alırlar, bağlayırlar ağaca, skoçla. Sonra popasına yaxşı belə çubuğuna vururlar, üzünə tüpürürlər, üzünə ifrazatlar edirlər. Əlində avtomatlı adamı bu hala sala bilirlər. Belə ordu olar. Əgər bunu özünkə eləyirsə, gör düşmən neyəcək onu? Kim odur da? Человек морально опущенный. Bunu artıq Şahnazarov da bilir. Skabeyeva da bilir. Donbasslı da bilir. Moskvalı da bilir. Bir gördünüz də küçədən soruşurdular belə.